10 litrlik su qabıdır. 10 litrlik su qabına babelənçinə yumuru kəsirik. 1, 2, 3, 4, 5, 6. 6 dənə kəsəndən sonra üstdən də bir dənə yem qoymaq üçün yer kəsirik. Birini çıxartırıq. Bunu qoyuruq. Bağlayırıq. Birini koyuruq. Bunu da koyuruq. Bağlayırıq. Avtomatik yem qablarıdır. Avtomatik yem. Bunu da koyuruq. Bunlar can rahat. Bir dəfəlik yemi doldurursan, heyvanlar özlərini yedikcə idarə edirlər. Ben biraz böyük kesmişim buradan, olsun da skoç koymuşum. Et buna bağlamaya ihtiyaç yoktur bu şekilde. Eğer hansısa yem qabının istifadə eləmək istəmiriksə, bunu da bu şekilde içeriden bağlayabilirik. Bu şekilde bir yem qabıdır. Bu yemliklərin də satışı var bizdə. Dənəsi 10 manatdır. Alıp bunu istediğin kimi dizayn eləyə bilərsən. Saxla bunu mənim gözəlim. Bunun içine ne kadar çok yem koysan, içine ne kadar çok yem koysan, o kadar rahat istifadə edeceksin. Bu kadar. Şimdi buna satmadı resimye. Bak böyle. Hemen bu taxtanın da altından 2 dənə mismar vurursan, aparıb qoyursan heyvanların qabağına. Böyle bu yem qablarının da satışı bizdə var. Bax belə avtomatik yem qablarıdır. Bu yem qablarının da satışı bizdə var. Belənçinə bir dənəsi, belənçinə bir dənəsi, belənçinə bir dənəsi 10 manatdır.